Levdəki sakitlik insanın nəfəsini hər bir dəqiqə sıxışdıran, divarların belə özlərini tənha hiss etdiyi kimi gecə axşamlarında uzun çəkilən saatların yavaş döyüntüsünə nisbətən sürəti səbəbilə ata-anası ilə kənddə qalmışdı. O getmişdi. Həyat dayanmış kimi görünürdü. Hər bir gün əvvəlkindən daha başqa və daha soyuq idi. Ev baş ruhundan məhrum olmuş kimi idi. Hər bir pəncərə sanki gözləyirmiş kimi səssiz dururdu. Hər bir gün bir-birinə oxşayırdı. Otaqlar boşluqla səda verirdi. Yox, yalnız tənhalıq. Səs. Sonra bir gün kəşf şəklində 30. Uzun müddət gözlənilməyən həyat əlaməti idi. Anisa, qohumun bacısı, 18 yaşlı ciddi və gecikmiş çanta qaldırmış halda dururdu. Onun gözlərində inam və bir növ qəbul var idi. Bacım, mənim bacım məni göndərdi, kömək etməyə gəldim. Onun sözləri səmimi və ağır idi. Tərəddüd etdim. Gənc qardaşı ilə tənha qalarmı? Qonşular danışar, söhbət qoparar. İnsanlar həmişə danışıq tapar, xüsusən kiçik şəhərçədə. Amma mən, çünki gedirdim, hər yerdə işlər, yeməklər, un və makaron sıxışdırılırdı. Evim dağınıq, həyatım. O qala bilərdi. Cəhd etdim, amma ürəyimdə qəbul edirdi və o qaldı. Gəldiyi andan etibarən onun nişanı ortaya çıxdı. Mətbəxdə yenidən istilik və hərəkət qeydə alındı. O təmizlədi, mənim dağınıqlığıma nizamı qaytardı. Hər bir kiçik hərəkəti ilə evə can gətirirdi. Bu yenilik idi, amma özümə xatırlatdım, bu müvəqqətidir. Hər gün Anistanın köməyindən minnətdar olsam da, ürəyimdə bir hədsizlik var idi. Günlər həftəyə çevriləndə gələcək səsə təslim olmaq sadəcə idi. Bu vəziyyətin uzun davam etməyəcəyini hiss edirdim. Hər hansı mexaniki kimi, həyatda da belə müvəqqəti həllər daimi ola bilməz. İşimdə bir şey dəyişməmişdi, yalnız üzdə sakitlik var idi və mürəkkəblik. Lakin yeni suallar da doğuldu. Mən narahatlığı danışaraq soyuqqanlı olmağa çalışdım. Özümə hər şeyin praktiki olduğunu dedim, amma ürəyimdə şübhə və sorğu getdikcə güclənirdi. Lakin şükür ki, bunun haqqında heç nə demirdim. Həyatımda yeni bir boşluq açıldığını hiss edirdim. Həqiqi imtahan hələ irəlidə idi. Bu yeni vəziyyət yeni problemlər və gözlənilmədiyin hisslərlə dolu idi. O ağıllı və heç vaxt həddən aşmırdı. O, insanın vəzifələrini yerinə yetirən, həmişə hörmətli, həmişə diqqətli idi. Söhbətləri nəzakətli idi. Onun oxuduqları və sağlamlığı haqqında hər gün axşam arvadıma zəng gəlirdik. Hər şeyin yaxşı olduğuna inandırardıq. Onun olması nizam və sakitlik gətirdi, lakin eyni zamanda rəsmiyyətin və məsafənin də. Biz yenidən işini gözləyən kimi idik. O, bizə gəlmişdi, biz isə ailə ilə bağlı idik, amma deyilməmiş qaydalarla ayrılmışdıq. Üstdən baxanda hər şey mükəmməl idi. İşə isə gərginlik qaynar kimi idi. Üfüqdə buludlar qalxırdı. Sadə demək olar ki, hiss edilməz. Bir-birinə baxaraq oturmaq, müşahidələr. Sonra insanların dedikoduları başladı. Zərif, amma inadkar. Küçədə dayanıb danışmaq. Onların hamısı gündəlik həyatımıza hopmuşdu. Hər bir addım, hər bir hərəkət müşahidə altında idi. İnsanlar pıçıltıları ona və onun evində qalan gənc qıza bənzəyirdi. Onların səfərləri cəngəlliyə döndü. Təxminlər və şübhələr gücləndi, hətta qohumlar da qoşuldu. Onların sualları əsasında. Onlar susmadı. Hər bir söhbətdə yeni suallar quruldu. Əslində kömək etdiyinin əhəmiyyəti yox idi. Zəhərlədik. İnsanlar həqiqəti istəmirdi. Anisa əvvəlcə belə görünürdü, işləri ilə məşğul idi, arzuları və məqsədləri ilə band idi. Amma o baxışları, narahat sakitlikləri hiss etdi. Ətrafdakı mühitin dəyişdiyini hiss etdi. Onun parlaq üz ifadəsi soldu, gözlərinə ehtiyatkarlıq gəldi. Hər bir hərəkətini düşünərək etməyə başladı. Hər bir təmas indi şübhəli idi. Adi təbəssüm belə səhv başa düşülürdü. Əgər mən ona yaxınlaşıb kömək etsəydim, bu an belə idi. Adi kömək də belə şübhə doğururdu. Əgər biz televizora baxanda gülsəydik, gülüş də artıq sərbəst deyildi. İctimai rəy məhkəməsi bizi ələ aldı.
Qərarımız səssiz, amma lazım idi. Yük çox ağır idi. Hər gün yeni söz, yeni şübhə. Qazanılmış sakitlik günbəgün erirdi. Evimiz, ürəyimiz, inancımız avtomatik olaraq parçalanırdı. Doğru köhnəliyə çalışanda özümüzə sual verməyə başladıq. Bəlkə də həqiqətən səhv etmişdik. Onlar hər gün, hər gecə, hər təmasda yenidən başlayırdı. Münasibətimizi yenidən nəzərdən keçirməyə başladım. Çox dostanam, çox uzağam, özümün səmimiliyimlə necə xəyanət etdiyimi hiss etdim. Bunlar günahsız hisslər idi, amma bu zəhərli mühitdə onlar təhlükəli görünürdü. Mən sadəcə arvadımı düşünməli idim. Anistanın şirkətində tapdığım rahatlıq işarəsi kimi görünürdü, razılığa çevrilmişdi. Mənim arvadıma olan məhəbbətim, ehtiyatlı fikirlərimlə mübarizə aparırdı. Tənhalıq, günahkarlıq hissləri narahat edici bir şeyə çevrilirdi. Utanc və günah məni basırdı. O mənə tam inanırdı və mən onu incitdiyimi gördüm. Mən hərəkətləri yerinə yetirdim, amma içimdə belə davam edə bilməzdim. Dəyişməli idi. Mən dəyişməzdən əvvəl. 30. Amma ən pis gecə zirvəyə çatmazdan əvvəl oturub fikirlərimlə mübarizə etdim. Düşündüm, məsuliyyət nədir? Səhər şəhərdə aydınlıq peyda oldu. Anisa qala bilməzdi. Mənim hisslərim təhlükəli əraziyə daxil olmuşdu. Bu onun yox, mənim səhvim idi. Onun, arvadımın və ailəmizin qorunması üçün mən bu razılaşmanı bitirməli idim. Bu mənim qəbul etdiyim ən çətin qərar idi. Hamı yeganə yol idi. İrəlidə olan vəziyyət bizi tamamilə udmazdan əvvəl hərəkət etməli idim. Növbəti gün səhər havada gərginlik var idi. Hər şey səssiz, hərbi hərəkətdə ağıllılıq var idi. Səhər günəşi pəncərədən düşürdü, amma ürəyimdə qaranlıq buludlar toplanmışdı. Anisanı mətbəxdə səhər yeməyi hazırlayarkən gördüm. O həmişəki kimi sakit idi, amma gözlərində narahatlıq var idi. Onun hər bir hərəkəti, hər bir kiçik detal bu günün fərqli olacağını bildirirdi. Onunla danışmalı olduğumuzu dediyimdə ürəyim sanki parçalanırdı. Sözlərimin ağzımdan çıxması çətin idi, amma bu söhbətdən qaçmaq mümkün değildi. Ona təzyiqin, onun şərəfini qorumağın zəruriliyini izah etdim. Bu qərarın asan olmadığını, amma başqa yol olmadığını dedim. Ürəyimdə ağrı, gözlərimdə sakitlik. O, məni təngə gətirmədi. Sonra başını yellədi. Onun təəccübü məni də hiss etməyə başladığımı bildirdi. Onun sözləri ürəyimə yara saldı, amma həm də ləkə qoydu. Onun yetkinliyi insanı təvazökar edirdi. O vəziyyəti başa düşdü və özünü tutdu. Səhər yeməyindən sonra onun ata-anasının evinə aparmağa getdim. Yol boyu hər bir dəqiqə əbədi kimi uzanırdı. Maşında sakitlik hökm sürürdü, deyilməmiş sözlərlə dolu idi. Hər bir nəfəs, hər bir nəzər sonuncu dəfəmiş kimi görünürdü. O gedərkən dedi, özünüzə yaxşı baxın, bacıma onu sevdiyimi deyin. Sonuncu qucaqlaşma, sonuncu təbəssüm. Hamısı ürəkdə iz qoydu. Evə qayıtdım. Sakitlik yenidən tələsik qayıtdı. Hər bir otaq, hər bir künc xatirələrlə dolu idi, amma bu dəfə o başqa görünürdü. O, təmiz görünürdü. Şərəfli idi. Böhran keçib getmişdi, amma qiymət qalmışdı. Bu qiymət ürəkdəki boşluq və ləkələr idi. Mənim olmadığımı yox, lazım olduğunu anladım. Bu seçim həyatımdakı ən ağır qərar idi, amma yenə də həyat bəzən ən mühüm dərsləri qorxunc şəkildə öyrədir. Bəzən şərəf qurbanlıq tələb edir və mən bu dəfə özümü itirdiyimdən əslində özümü tapdım. Sakitlik indi xoş gəldi. Təmiz səhifə. Anisanı evinə göndərmək ağrılı, amma zəruri idi. Sağalma başlaya bilərdi. Mən yeni qaydalar yaratdım. Yemək bişirməyi öyrəndim, evimi nizamda saxladım. Müstəqilliyimi və səmimiliyimi qaytardım. Arvadımla söhbətlərimiz minnətdarlıqla doldu, daha səmimi oldu. Onu detallarla yükləmədim, amma ona olan minnətdarlığım artdı. Qonşuların pıçıltıları azaldı. Mən öyrəndim, başqalarını idarə edə bilməzsən, yalnız öz hərəkətlərini, şərəfini seçə bilərsən. Vicdanım hər şeydən daha güclü idi.
Bu imtahan mənə ən böyük döyüşlərin içimizdə olduğunu öyrətdi. Həqiqi xarakter sonradan və tədricən üzə çıxır. İnam, vicdan və öz səsinə nəzarət hər hansı möhkəm münasibətin təməl daşlarıdır. Arvadımın inancı müqəddəs idi, mənim kompasım. O qaydanda bizim bağımız daha da möhkəmləndi, imtahandan keçmiş və sübut olunmuşdu. Həqiqi sədaqət sözlərdən daha çox hərəkətlərdir. Bu təmiz kompüterdir, qırılmayan güz. Güzgüdür, şərəfdir, məhəbbətə daimi sədaqətdir.